Tamaşaçılarımız ARB TV-də bir özəl media layihəsi olan Özəl yenidən efirdədir və bu axşam çox maraqlı qonaqlarımla yenə də görüşünüzə gəlmişik. Yaxşı musiqi, maraqlı söhbətlər və Azərbaycanın Avroviziya tarixində mənim ən sevdiyim mahnılardan biri ilə başladıq. Bu axşam proqramımıza Özünlə Apar söylədik. Çox istedadlı, çox mədəni, çox tərbiyəli bir insan, sənət adamı başqa necə olmalıdır ki? Fəhri, xoş gəlmisən Özələ. Xoş gördük əzizim, xoş gördük. Çox təşəkkür edirəm dəvətin üçün. Həmişə kimi bu səhnədə səhnə almaq, mahnılarımı oxumaq mənim üçün bir şərəfdir və xoşdur. Sən də həmişə kimi çox zövqlüsən. Çox sağ ol, təşəkkür edirəm. Bütün rəng uyumu, musiqi seçimi, bilirəm ki, irəliləyən dəqiqələrdə Fəhrinin maraqlı söhbətləri və yaxşı mahnıları ilə biraz daha əhvalımızı yaxşı edəcəyik. Əyləş əzizim, xoş gəldin və mən də elə gəlirəm sənin yanına. Belə ki, özəldə bu axşam fərqli qonaqlardır. Amma onlar bir-birlərini yaxşı tanıyırlar. Bu axşam siz də onları daha yaxından tanıyacaqsınız. Axşamınız xeyir olsun, özəl başladı. Bəli, dediyim kimi özəl başladı. Hörmətli tamaşaçılarımız, növbəti qonağımı böyük məmnuniyyətlə təqdim etmək istəyirəm. Azərbaycan şou biznesində hələ 90-cı illərdən və nəinki Azərbaycanda, eləcə də dünyada bu gün də çox dəbdə olan bir musiqi layihəsi var ki, bu da top 10-dur. Yəni istər radiolarda, istər müxtəlif saytlarda, mətbu orqanlarda və televiziya kanallarında mahnıların top 10-luğu hazırlanır. Müasir Azərbaycan şou biznesində isə top 10-luq onun adı ilə əlaqələndirilir. İncə, Zərif, Mədinə Abdullayeva. Xoş gəldin əzizim. Xoş gördük. Əziz dostlar, qonaqlar, təqdimat üçün özəl təşəkkür bildirirəm. Mən təşəkkür edirəm Mədinə. Uzun zamandır tamaşaçılarımızı efirdən salamlamıram. Darıxmışsan. Çox darıxmışam. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar, əziz dostlar və mən burada olduğum üçün çox sevinirəm. Biz də çox sevincirik. Xoş gəlmisən. İlk dəfədir bizdəsən. İnşallah davamı olar. İnşallah. Keçən aylarda hörmətli tamaşaçılarımız bizim Nərgiz Fondu ilə və Özəl Medianın birgə təşkilatçılığı ilə biz bilirsiniz ki, ənənəvi konsert, xalq konsertləri hazırlayırıq və həmin konsertlərdə mən bir cavan, bir istedadlı, cavan da deməyim, neçə yaş var indi onu soruşacağıq biz ondan, çox istedadlı və öz üzərində çalışan, musiqiyə böyük sevgisi olan və hal-hazırda da çox həyəcanlı olan Camal Qasımovu da ürəkdən salamlayıram. Camal Qasımovun yaradıcılığında isə bu ərəfələrdə çox önəmli bir hadisə baş verib. O İtaliyaya yola düşdü, Sanremo festivalında bizi təmsil etdi və ilk üçlüyə daxil oldu. Səni bu münasibətlə ürəkdən təbrik edirəm Camal, xoş gəlmisən. Çox sağ olun, xoş gördük, çox sağ olun, dəvətinizə görə çox sağ olun. Mən təşəkkür edirəm. Necəsən Camal, özünü necə hiss edirsən festivaldan sonra? Bu böyük bir uğurdur. Sanremo festivalı ən önəmli müsabiqələrdən və festivallardan biri sayılır. Festivaldan sonra mən çox şadam ki, ilk üçlüyə daxil ola bildim. Bəli. Çox şadam ki, mənə belə bir imkan verilib ki, öz ölkəmizi təmsil edim və çox şadam ki, bayrağımızı yüksək tutdum. Təmsil etdin. Çox gözəl. Ölkənin ən aparıcı mətbu orqanları, xəbər agentlikləri, televiziya kanallarının xəbər proqramları bax bu məlumatı dərc etdilər. Bu sənin üçün çox böyük uğurdur. Bəlkə indi sən tam olaraq bunu deməli anlamırsan, amma zaman keçdikcə sən əslində necə böyük bir müsabiqədə və festivalda iştirak etdiyinin fərqinə varacaqsan. Fəhri, bax, sən özün Avropada ən önəmli müsabiqələrindən birində səhnə almısan. Bu işdə təcrübəsi olan biri olaraq Camala nə tövsiyə edirsən? Əslində heç bir tövsiyə ehtiyac yoxdur, çünki mən Camalı çox gözəl tanıyıram və inandırım sizi bəlkə də həm əzmi ilə, həm o enerjisi ilə, istedadı ilə elə düzgün bir yol qət edir ki, yəni sadəcə bu həyatı keçib, yaşayıb və müəyyən bir təcrübə almalıdır və bu yaşda gedib belə bir nailiyyətlərə qazanmaq, yəni bu həqiqətən çox böyük bir şeydir. Çünki yəni belə baxanda 15 yaşım var da. Yəni 15 yaşı var. Yəni bu insan artıq adımızı layiqincə təmsil edib, ilk üçlüyə düşüb, ümumiyyətlə səsi, mahnıları və təzəlicəli mahnısı çıxıb, mən qulaq asanda dedim ki, yəni
Bu Azərbaycanlı ola bilməzlər bu şəkildə. Yəni Çox energetikdir, bəli, mən sənə pis razıyam. mənada yox Azərbaycanlı ola Bəli, bilməz. Yəni bildim, başa bildim. düşürəm ki, həqiqətən yəni bu dünyaya göstərə biləcəyimiz gözəl bir məhsuldur bu. Bəli. Çox sağ Mən təklif edirəm ki, bizim Camalın Sanremo'da çəkilən videolarına baxaq və o anları bir daha xatırlayaq Camal, hə? Gəlin baxaq. Baxaq. Həmən orada Ranarı gördüm. Bu arada sənin Instagramında da gördüm, Ranarda da gördüm. Sonra mən Hicaz qrupunun yanılmıramsa solisti idi, hə? Səni belə bağrına basan, yoxsa yanılıram? Ranar idi və Alex Panay. Okey, mən onu səhv salmışam. Vokal üzrə müəllimədir. O Kiprdən gəlib. Lap yaxşı. Gəlin təklif edirəm ki, Camalı dinləyək. Sonra Mədinəyə suallarım olacaq öz sahəsində. Sonra Fəhri ilə Mədinəni ortaq birləşdirən nəsə biz tapdıq bu arada, söyləyim. İzləyəcəyik yeri gəlmir. Nə ola bilər sizcə? Nədir? Nədir? Sürprizə hazır olun. Amma hələlik Camal çox maraqlı mahnının adı var və mən mahnıların da enerjisinə inanıram, Fəhri. Mahnıların adına. Özünə inam, eləmi? Özünə inan. Özünə inan. Özünə Amma inan. Bəli. Maraqlı adı var, hə Mədinə? Mahnının ümumiyyətlə mən kosmik necə deyim, enerjisinə inanan bir insanam. Bəzən çox belə depressiv mahnılar sanki insanın zaman-zaman öz taleyinə çevrilir. Fəhri, nə düşünürsən? Razısan mənlə? Tamamilə razıyam. Ona görə də mən deyəndə ki, niyə sən tutalım oynaq mahnılar yazmırsan, belə gözəl mahnı yaz. Deyim ki, mənim ruh halıma uyğun əgər bir nəsə gəlirsə, ona uyğun yazırım. Çünki həqiqətən də sən içivi tökdün. Yəni sənin mahnıların sənin sirdaşındır əslində. Eynən, eynən. Sənin içində olanları sən o sətirlərə yazıb onu musiqi halına və daha sonra artıq tam bir hazır proyekt olaraq mahnı halına çevirirsən. Bu sənin haykırtındır belə deyək də. Ona görə də təbii ki, sən öz enerjindən, yəni bir qismini mahnıya ötürürsən və o təbii ki, orada qalır. Ona görə də Fəhri yalnız xoşbəxt, həyat, sevgi, gələcək, inan, bax, Camal kimi görsən, deyir özünə inan. Məncə yox. Məncə hər şeyin balansı olmalıdır. Depressiv mahnılarında hüznün də, kədərin də və təbii ki, əgər məsələn mən hansısa bir kədərli sözlər yazıramsa, çevirib o kədəri yaşayıb, sonra da Camalın mahnısını qulaq asmalısan ki, ona baxmayaraq özünə inan. Bəli, biz inanırıq sənə Camal. Çox sağ olun. Çox inanırıq. Sən də özünə inan. Bu tempdə də davam, səhnə sənindir. Deyəcəklər sən bu həyatda hələ cavansan, hələ kəlamsan, genişməyişə. Ya da deyəcəklər sən bu iş üçün artıq qocaqsan, bu iş sən deyil, sənə yaraşmaz. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Amma heç kimə inanma, deyəcəklər sən bu işi artıq görmə, heç nə bacarmazsan, göydən yerə düş. Sənə deyəcəklər sənin üçün bu yol çox uzundur, bu yol çox çətindir, geriyə qayıt. Sənə deyəcəklər artıq bu işin heç sonu yoxdur, əziyyəti çoxdur, sən heç başlanma.
Sənə deyəcəklər cəmaat özünə güldürmə, bizi utandırma, hamı kimi ol. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Amma heç kimə inanma, amma heç zaman dayanma, özünə inan, qalanı yalan. Camal, mən sənin bu özgüvənindən, bu inamından arzuluram bizim bir çox məşhurlarımıza, bu bizim sənətçilərimizə. Mən çox maraqlı bir hadisə danışmaq istəyirəm. Əvvəlcə söyləyim ki, mahnının enerjisi, mahnının motivasiya gücü o qədər yüksəkdir ki, həqiqətən də və mən özümə indi hal-hazırda bu enerjini sənin mahnından götürdüm. Yəni həqiqətən də çox təşəkkür edirəm. Belə də davam elə. Deməli, Türkiyənin məşhur aparıcısı, şoumeni Bəyazı yəqin ki tanıyırsınız da. Onun çox maraqlı bir müsahibəsi var. Deyir, mən Türkiyənin kiçik bir vilayətində radioda işləməyə başladım və mənə dedilər ki, yox, sən nə danışırsan, sən alınmayacaq bu səndə, sən axı pərtəysən, yəni sənin dilində problem var, yəni olmayacaq. Dedi, yox, mən alınacağam. Sonra elə oldu ki, keçdim nisbətən daha populyar bir radio. Dedilər, yox, bu səndə alınmayacaq, çünki ona görə ki, o nisbətən daha az populyar radioydu. Yəni bunu artıq bütün Türkiyə dinləyir. Dedilər, yox, alınmayacaq. Sonra keçdim İstanbulda, gəldim İstanbula və İstanbul, onda dedilər, yox. Deyir, indi artıq illərdir ki, Türkiyənin ən populyar bəyaz şousuna aparıram. Yəni, nəyə demək istəyirəm? İnsan özünə inamı heç bir zaman itirməməlidir və bu deviz, bu özünə inam hər zaman səni özü ilə bərabər mütləq aparsın gələcəyə doğru və əmin ol ki, hər dəfə bir problemin olanda, bir gələcəyə ilə bağlı, ya da ki, inamsızlıqla bağlı, hər dəfə aç bu mahnını qulaq as. Hətta mən sənə deyim ki, mən özüm söz verəm, biraz öz işimlə bağlı bir olur da, Əməd mənə başa düşər, Fəhri də mənə başa düşər. Bizim sahədə biraz ruhdan düşmə halları çox tez-tez yaşanır və bizi ruhdan salmaq yaradıcı insanları çox asandır. Mən şəxsən həmin anlarda sənin bu mahnına qulaq asıb özümə inam qazanacağam. Çox sağ ol əzizim, möhtəşəm idin. Əyləş zəhmət olmasa. Qısa reklam fasiləmiz var, reklamlardan sonra özəl davam edəcəyik. Özəl. ARB TV-də reklamlar bitdi. Hörmətli tamaşaçılar, özəl davam edir. Bizə yeni qoşulan tamaşaçıları salamlayıram. Biz artıq yaxın, hardasa bir 15 dəqiqəni geridə qoyduq. Bu 15 dəqiqə ərzində çox maraqlı anlarımız və söhbətlərimiz oldu. Mən bir daha böyük məmnuniyyətlə qonaqlarımı təqdim etmək istəyirəm. Azərbaycanı Avroviziya tarixində, musiqi tarixində uğurla təmsil edən, nəticə mənim üçün heç də önəmli deyil. Nə qədər tənqid olsa da mən bu mahnını çox bəyənirəm, çox sevirəm. Mahnının çox qəribə bir enerjisi var mənim üçün. Mənim subyektiv fikrimdir. Fəhri, xoş gəlmisən bir daha. Özəldə səni görməyə şadam. Bir daha xoş gördük, var olasın. Xoş günün olsun. Azərbaycanı uğurla təmsil edən İtaliyanın Sanremo festivalında Camal Qasımov bizimlədir. Sən də xoş gəldin əzizim. Və əlbəttə ki, sevilən aparıcı, mənim əziz həmkarım Mədinə Abdullayeva, bir daha xoş gəldiniz. Bir daha xoş gördük. Bəli, Mədinəni təqdim edərkən söylədim ki, Mədinə Azərbaycan müasir şou biznesində Topon verilişinin aparıcısı olaraq çox məşhurluq qazandı və ona çox bir uğur qazandı bu veriliş ona və onunla əlaqələndirilir. İndi mən sənə öz sahənlə bağlı və Toponunla bağlı sual vermək istəyirəm. Hansısa ifaçı sənə zəng edib yerini dəyişməyini istəyir? Yox, dəyişmək heç bir zaman bu kimi məsələlərlə mənə müraciət eləyən olmayıb, amma mənim mahnım ya klipim siyahıda olacaq ya yox, bu suallar kimə gəlmişdi. Bütün təqdim etdiyin mahnıları şəxsən özün dinləyirdin? Dinləyirdim, baxırdım, onu da deyim ki, təqdimatlarını da özüm yazırdım. Hansısa ifaçını şəxsi münasibətlər üzündən siyahıya salmadığın olur? Yox, heç vaxt olmayıb. Heç vaxt. Verilişə görə sənətçilərlə aranda problem yaranır? Heç bir zaman. Bu mənim uğurumdur məncə bu layihədə. Öz zövqünə görə siyahı düzəliş etdiyin olur? Olub, bu olub. Dostlarına daha çox yer ayırırdın orada?
Təbii ki. Hit olmayan mahnını hit kimi təqdim etdiyin olubmu? Heç bir zaman. Yəni burada şəffafam. Bu qədər. Təşəkkür edirəm sənə. Çox sağ ol. Və Fəhri Mədinə. Bayaq söylədim ki, sizi Bəli. birləşdirən Bir balaca intriqa yaratmısan. İntriqa deyil. Hal-hazırda dünyada deməli süni intellekt çox dəbdədir də, bilirsiniz. Yəni şəkillərimizi süni intellektlə düzəldirik. Hətta sənin də son paylaşımında baxdım səhifənə, süni intellektlə öz oyuncağını mı düzəltmisən? Bəli, bəli. Yəni xəbərin var yəni bu mövzuda. Sənin xəbərin varmı? Düzəltmisənmi heç süni intellektlə Yox, mən şəkillərini? heç vaxt. Biz səni süni intellektə təqdim etmişik, özdə Fəhri ilə bərabər. Bilirsən nəyə görə? Çünki heç vaxt özümü bəyənmirdim. Düşünürdüm ki, süni intellekt məni düzgün görmür. Hətta adı üstündə süni. Bəli. Gəlin baxaq, Mədinə Abdullayeva və Fəhri fotosessiya etdirsəydilər bərabər. Bu necə bir fotosessiya olardı? Hə? Hazırıqmı? Gəlin baxaq. İlk fotomuz Mədinə və Fəhri. Bəyəndin bu dəfə? Bu dəfə bəli. Bu dəfə yaxşıdır. Fəxri sən necə? Fəhri özünüzü oxşadırsınız ümumiyyətlə. Elə bir hansısa xalaoğlu dayıoğlu. Xaloğlu dayıoğlu, dayı qızı. Yox, mən özümü şəxsən bəyəndim. Maraqlı alınıb amma Fəxrini çox oxşadın, hə Fəxri? Yəni sən də sanki bir adama çəki atmısan, elə gəldi mənə. Hə, elə bir çox aralamışam. Çox arıqlandı, amma sənin deyim belə də yaraşır. Yaraşır Camal. Məncə də. Növbət şəklimizə baxaq. Biraz keçmiş dövrlərdədir sanki, hə? Biraz elə bir hardasa 90-cı illər belə köhnə illər xatırladır. Fəxri sənə bu saç düzümü çox yaraşır. Bu arada sənə deyim. Əslində, Hə. yəni uzatmışam. Hə. Mənim də hər Yaraşır. zamanki kimi o həzin bağışlar. Həzimləri və kövrək baxışları. Növbəti şəklimizə baxaq. Baxaq. Bu daha belə klassik və hansısa bir sanki mağazin jurnalının Rahat hansı brendi təqdim edə Bəli, bilərdik. eynən çox yaraşırdı bir-birinizə. Növbəti şəklimiz. Hansısa bir qala gecəyə sanki gedərmiş kimi. Mədinə nə deyə bilərsən? Mən də deyə bilərəm ki, bu biraz klassik stilinə yönəlmiş bir şəkildir. Çox bəyəndim onu. Yeri var onun. Təşəkkür edirəm. Çox maraqlı oldu. Təşəkkür edirəm. Biraz Sən nə deyə çalışdım bilərsən? sözünüzü. Özümü belə tərzidə heç vaxt təsəvvür eləmirdim sözünüzü. Əslində mən deyə bilərəm ki, Mədinə xanımın çox yəni qeyri-adi bir xarici görünüşü var Bəli. Təşəkkür və edirəm. əslində Məsələ çox yaraşır. daha çox buna oxşar fotosessiyalar eləməlisiniz. Çünki sizə necə deyim, həm fotogeniksiz, Bəli. həm də ki Kandırırsınız siz məni. deyir, siz İltifat Mədinə xanım səsilə siz belə deyirsən, Bəli, qarışığım var. qarışıq olduğu üçün daha da gözəllik qatılır və yəni xoşuma gəldi əslində fotosessiya. Çox gözəl. Mədinə sən Təşəkkür edirəm. Məncə O qədər Ya, gözəl mahnılarımı- sözlər mahnılarımı ünvanıma klipində- eşitdim. görsən nə Bəli. ideya gəldi. Növbəti mahnının Mahnıların klipinə sən klipinə çəkirsən. rahatlıqla Bu bir təklif. Dəvət edə Çəkilmisən, bilərdim. hə? Hansısa bir klipdə Bəli, olmusan. bir neçə kliplərdə çəkilmişəm, həm də ki Bollywood üçün bir klipində çəkilmişəm. Raul Jane idi. 2 hissəli bir klip idi və çox böyük bir uğur qazandı. Həm orada, həm burada düzdür, səslənmirdi, efirdə olmadı, amma Bollywoodda yer aldıq. Deməli, Fəhrinin yeni klipinin baş qəhrəmanı Mədinə olacaq. Burada gözəl bir təklif aldım. Niyə Bəli. də olmasın Bu da bu süni deyirəm. intellektin ideyasından sonra oldu da, düzdür Fəhri? Bəli. Gördünüz ki, yəni bərabər ortaq çox uğurlu iş. Təbii ki, yəni üzlər bir-birinə uyğun olmalıdır. Yəni bəli, gəlir. elə olur ki, məsələn baxırsan klipdə, yəni artist və model heç bir-birinə uyğun deyil. İstər-istəməz insanlar ekran qarşısında onu hiss Bəli. eləyirlər. Bəli, doğrudur. Amma yəni Mədinə xanım da sadəcə universal bir gözəllik olduğu üçün hər şeyə uyğunlaşır maşallah. Əla. Camal, sənə sualım olacaq. Yəqin Fəhri də məndən razılaşar ki, belə mötəbər festivallar və müsabiqələrdən sonra biraz sənət adamı bir xaos mu deyim, bir pauza mı deyim, yəni dövrünə keçir. Çünki elə böyük bir festival, Avroviziya, Sanremo festivalı. Sən özünü festivaldan sonra necə hiss edirsən? Mən necə deyim, mən bundan tam razı deyiləm çünki biz dayanmırıq.
Heç Əlbəttə, vaxt uğurlar dayanmırıq. qarşıdadır, Heç vaxt dayanmırıq. Təbii. Biz hal-hazırda yeni mahnıların üzərində ciddi olaraq işləyirik. Yeni layihələrin üzərində. Ona görə də belə Davam yəni. davam, bəli. Mahnılar davam dedin, edirik. kimlərlə çalışırsan mahnılar bəstəkar olaraq? Kimlərdən mahnı alırsan? Bax məsəl üçün ilk mahnının müəllifləri kimlər idi? Bizim çox xoşumuza gələn, bizə motivasiya verən Özünə İnan mahnısı. Özünə İnan mahnısı müəllifliyi Cəsur bəyə aiddir. Əslində bu mahnı duet mahnıdır. Bəli. Müəllifliyi dediyim kimi Cəsur bəyə aiddir. Və belə. Amma Affirmation mahnısı Sanramoda oxuduğum Birazdan mahnısı. eşidəcəyik onu da. Onun müəllifliyi İrad Babayevaya aiddir. Ona da buradan böyük salamlar. Salamlar. Ranar nə yaxşı sənin yanındaydı? Dəstək üçün. Ranar isə quruluşçu, rejissor kimi bizlə Çox gedib. gözəl, düzgün seçim idi. Salamlayırıq Ranarı da buradan. Çox istedadlı və kreativ bir gəncimizdir. Bir də Gənc qeyd deyil, eləmək artıq istəyirəm. yaşca baxımından deyirəm. Bir də qeyd eləmək istəyirəm Fariza Muradovanı, yəni möhtəşəm bir kostyum tikib. Yəni həqiqətən həm stil cəhətdən, rəng cəhətdən çox uyumlu oldu. Ona görə də Fariza, Salamlar hello. olsun. Mən inanıram ki, Camal biraz da yaşın üstünə yaş gələndən sonra biraz tezdir. Sən bizi Avroviziyada da təmsil edəcəksən. Mən buna inanıram. Mən buna inanıram. Fəxri sən? Niyə də yox? Niyə də yox? Yəni onsuz da bilirsən necə, yəni bu mənim şəxsi fikrimdir. Mən Camalın özünə də demişəm, ümumiyyətlə yəni elə də fikirləşirəm ki, Camal 15 yaşında belə uğurlara yəni gəlib çıxıbsa, Yəni gələcəkdə nə eləsə çox gözəl olacaq, çox yaxşı olacaq. Çünki onun bir gözəl komandası var. bəli. 2 bayağılığı yoxdur. Hmm. Yəni bu dəqiqə baş ağrısıdır da o bizim üçün. Bayağılığı yoxdur. Hə. Ona Çünki görə daxilində bir zövq yatır. Onu bayaq da bəli, söylədim. çox zövqlü uşaqdır. Yəni çox zövqlü cavan oğlandır. Uşaq Bəli. yəni deyək, Loro dili ilə deyək. Bəli, mənim bir əlavəm var. Vurğuladıq ki, yəni həqiqətən kreativ komanda işləyirdi Camalın üzərində. Amma əsas dəstəkçisi anasıdır, Nə ailəsidir, gözəl. xalasıdır. Nə gözəl. Hər kəsi buradan salamlayırıq. Biz də ürəkdən Hal-hazırda salamlayırıq. studiyamızdadır. Kulislərdən bizi izləyirlər həyəcanla. Bəli, çox gözəl. Davamlı olsun və sənə təşəkkür düşür. Çünki belə istedadlı gəncləri sən təqdim eləyirsən. Bu çox Dediyim kimi vacibdir. mən Camalı Nərgiz Fondunun konsertindən tanıdım və onda da enerjisi mənim çox xoşuma gəlmişdi. Həm də təqdim edək, göstərək, bizi təmsil edən, bizi təqdim edən, bayrağımızı yüksəklərə qaldıran, belə önəmli festivallarda iştirak edən yeniyetmələri, gəncləri o insanlar baxsın, tanısın, həm də o başa düşsün ki, anlasın bu yaşından ki, bu əməyi qiymətləndirən insanlar var bu ölkədə. Siz elə insanlar var ki, onlar mahnı təqdim edirlər, gedirlər, iştirak edirlər. Bir dəfə Röya bir müsabiqədə iştirak edib gəlib, diplom alıb, yaxşı yerləri tutub səhnəyə gələndə, gəlib jurnalist bundan müsahibə alanda Fəxri, deməli qayıdıb dedi ki, mən bir müsabiqədən qayıtmışam. Deyib, əşin nə edirsən müsabiqəni? Sənin şəkillərin partladı be. Yəni o deyir, onda mənim əlim, qolum, qanadım sındı ki, mənim sən demə müsabiqədə gedib iştirak etməyim heç kimə lazım deyilmiş sən demə. O da mənim beynimdə qaldı və mən ona görə Camal bu gün dəvət elədim. Bu görsün ki, ona diqqət var. Bu elə-belə bir səfər deyildi onun üçün. Və məqsəd də buydu. Sən də sağ ol ki, bunu qeyd elədin. Fəxri bizim Azərbaycanın unudulmaz filmi Bəxt Üzüyü filmindən bir Mübariz Tağıyev bəstəsi oxuyub, mahnısı oxuyub, Bir Sabah. Mən çox sevirəm bu mahnını, çox sevirəm. Sənin indi ifanda dinləmək mənim üçün də çox xoş olacaq. Bəli, mənim üçün də çox belə həyəcanlı bir proyekt oldu. Çünki istər-istəməz də yəni köhnə mahnıdır, Bəli. artıq yadda qalan mahnıdır və onu yeni tam başqa bir versiyada eləmək, tam başqa bir aranjmanda eləmək mənim üçün biraz riskli idi. Amma yəni dəvət aldığım verilişin tələbləri o idi. Və Eldar Mansurovdan mən o sözləri eşidəndə ki, onun tam versiyasını yazıb mənə göndərərsən, mən başa düşdüm ki, yəni Bəli. rahat nəfəs ala bilərəm. Bəstəkarın yəni əsas odur ki, xoşuna gəlib. Çünki mahnı Bəli, müəllifi odur. bəli. Sağ olsun Mübariz Tağıyev da, Eldar Mansurov da yəni çox ürək açıq yanaşdılar o mahnıya və
Ümidvaram ki, yaxın bir zamanda ümumiyyətlə bütün platformalara buraxacağıq bu mahnını. Deyirəm, əvvəllər 90-cı illər idi də, hələ indiki texnika, indiki inkişaf yox idi. Amma nə qədər gözəl mahnılar yazılırdı və əvvəllər rock musiqisinə maraq, sevgi və daha çox idi. Və bu səbəbdən nə qədər Azərbaycanda rock musiqi ifaçıları və qrupları var idi. Var idi. Ozan var idi. Bir Sabah özü də rockdu da, düzdürmü? Bəli, Mübariz Tağıyev oxuyurdu roku, Bəli. Karvan qrupu idi, sonra Yuxu qrupu rock idi, bəli. sonra Ozan qrupu var idi. idi. Yəni çox idi. Əslində Bəli. bizim Azərbaycanlılar rock sevəndilər. Rock sevən idik. Həqiqətən. İdik. Yox, indi də başlayır. Niyə? Başlayır. Amma qarışıb da ki, bu nəsillə Camal Qasımov nəsli artıq qarışır bir-birinə və siz indi o nəsli artıq yola salmalısınız və daha zövqlü mahnını o hər bir dövrdə olur. Bu nəsil, sonra növbəti nəsil və o biri nəsil. Mənə gəlir ki, yeni gələn nəsil doğrudan da sən dediyin kimi, yəni zövqlü olacaqlar. Mən inanıram buna. Biz səni eşitməyə İnşallah, tək hazırıq. olsun. Hayat ömür bed yaman, hiç açılmar asiman, üz döndürüp yaradan, menden senden dünyadan ayaman. Deyəsən Avroviziya təcrübəsi Fəhriyə mahnıları bax belə qısa etməyi də öyrədib. Avroviziya mahnı müsabiqəsinin şərtlərinə görə mahnı 3 dəqiqədən artıq olmamalıdır. Və mən sənə bir şey deyim, mən bu mahnıdan doymadım. Mən bu mahnıdan doymadım. Həqiqətən də mənə gəldi ki, sanki davamı gələcək. Niyə belə az xronometrajda? Yəni əslində veriliş üçün Radio versiya. Hə, bəli, çünki extended versiyası var. O hardasa 6 dəqiqə gedir. Hə, bildim. Çünki bu sırf DJ seti kimi nəzərdə tutulmuşdu və o ardı var, başqa bir mahnılar gəlir ardıca. Ona görə də yəni bu sadəcə oxuduğum qısa bir versiyadır. İndi mən radioda bu versiyanı səsləndirim. Ürəyiz istəyirsə səsləndir. Hə, bu versiyası olsun. Əslində indi mən özüm deyirəm, doğrudan da minimalist bir dövrə gəldik, çatdıq. Hətta Instagramda, sosial şəbəkələrdə belə öz alqoritm var da, deyək ki, 27 saniyə keçməməlidir. Çünki yorucu ola bilər, bezdirici ola bilər. İnsanlar görürsünüz belə, onu da elə qurublar ki, sistemi belə, yəni ki, yorucu olmasın deyə. Bu əslində bir zarafat yana, yəni bunu söylədim ki, sən Avroviziyadan sonra deyəsən, bütün mahnılarını qısaltmaq istəyirdin. Çox sağ ol əzim, çox qəşəng alınıb. Elə deyilmi dostlar? Alqışlayaq Fəhrini. Təşəkkür edirəm. Möhtəşəm idin, əyləş əzizim. Qısa reklam fasiləmiz var. Yenidən ARB TV-də reklamlardan sonra görüşürük. Özəl.
Hörmətli tamaşaçılar, ARB TV-də qısa reklam fasiləsindən sonra özəl gecə şousu davam edir. Fəhri bizimlə idi bu axşam. Təşəkkür edirəm gəldiyin üçün. Camal Qasımov, istedadlı, çox pozitiv, yeniyetməmiz, gəncimiz, gələcəyinə çox inandığımız Camal Qasımov və əlbəttə ki, efirə çox yaraşan nazik, kübar Mədinə Abdullayeva. Amma sağollaşmırıq. Birinci sualım olacaq. Camala məsəl üçün sualım var. Hər bir böyük layihə insana bir təcrübə qazandırır. Necə ki, hər bir yaş. İnsanın yaşının üstünə yaş gəldikcə sən nələrsə öyrənirsən və hər bir layihə də, hər bir belə önəmli layihələrdə. Sanremo festivalı sənə nə öyrətdi? Birincisi isə çox böyük bir təcrübə qazandım orada. Bəli. Və bu mənim ilk beynəlxalq təcrübəm idi. Yəni İlk beynəlxalq, ilk çox maraqlı beynəlxalq cavab idi. təcrübəm idi, bəli və əslində çox xoşuma gəldi və bəlkə də gələcəkdə də beynəlxalq arenalarda öz mahnılarımdan ifa edəcəyəm. Siz hiss eləmirsiniz, Camal səhnədə daha sərbəstdir, nəinki müsahibə verərkən. Bu da bir sizdə nə əlaqəlidir? Onun tərbiyəsindən, onun abır həyasından irəli gələn bir şeydir ki, insan ailə tərbiyəsi görür. Səhnədə isə tamam başqa bir insandır. Yəni səhnəni sanki bu dəqiqə, yəni ki, razısan mənlə Mədinə. Səhnədə çox artistikdir, bəli. Və Bəli. sadəcə yəni həm də ki, yəni belə bir çıxmaz, düzdür. Yəni çox tərbiyəli olduğuna görə, yəni burada yaşından qat-qat böyük insanlar var. Bəli. Mikrofonu zəhmət olmasa. Çox qayğılı uşaqdır. Mən pərdə arxasında onu tanıyıram. Yenə də sən düz buyurursan ki, tərbiyədən bəli irəli gəlir. Səhnədə mən onun ilk klipin təqdimatında idim. Bəli. İlk verilişində olub? Yox, verilişimdə olmayıb, amma klipin təqdimatı idi. Orada iştirak eləyirdim. Orada onu hiss elədim ki, aşırı dərəcədə enerjisi var bu uşağın və böyük istəyi, arzusu və ona iri addımlarla yaxınlaşır. Uğurlar ancaq. Uğurlar bol olsun. Mədinə, sənə də sualım var. Bayaq söylədim ki, darıxmışdım tamaşaçılarla ünsiyyət üçün, nə bilim bu proses üçün, bu ab-hava üçün. Söyləyim ki, Mədinə hal-hazırda efirlərdə yoxdur, amma başqa işləri var. Sentyabrda biz danışdıq. Mədinə ilə inşallah ki, yaxşı işlərimiz olacaq. Bəli. Keçən ilin noyabr ayında MTV kanalında mən öz fəaliyyətimi tamamlamışam. Düşündüm ki, həm kanal mənə verə biləcək, həm mən kanala verə biləcəyim resurslardan artıq istifadə etmişik. Hər efir dəqiqəsi üçün təşəkkür bildirirəm. Çox ümidvaram ki, peşman deyirlər ki, belə uzun zamanlar kanalın simasıydım. Kanal üzərində də böyük uğurlar qazandım, onlarla bölüşdüm kanalda. Ancaq xoş arzular və ən çox bilirsən nəyə görə sevinirəm ki, üzərimdə Rəhim Rəhimlinin imzası var. Belə insanlar həmişə uğurlu olurlar və düşünürəm qısa zamanda mən də öz uğurumu tapacağam. İnşallah əzim, sənə də uğurlar arzulayıram. Təşəkkür. Və Fəhriyə sonuncu sualım. Bu artıq bir ənənədir bütün Avroviziya iştirakçılarına. Ondan sonra bu müsabiqədə təmsil edən ifaçıları soruşurlar. Bu ilki Avroviziya mahnı seçimində iştirak edən Mama Gama qrupu haqqında və mahnımız haqqında nə düşünürsən? Düşündüyüm tək bir şey var, çox xoşuma gəlir. Mənim də xoşuma gəlir. Safael, Arif, Həsən, onlar mənim yaxın dostlarımdır və daha da bir məlumat verim. Həsən ümumiyyətlə mənim beatmakerimdir. Bütün mahnılarımın aranjmanı o eləyib. Yəni biz illərlə bir yerdə çalışırıq və Avroviziya mahnımın belə aranjmanını o eləmişdi və bu ildə yəni bas gitarist kimi də təmsil edir və mənim üçün həqiqətən çox qürur verici, xoşdur. O ki qaldı mahnıya, mahnı İlk notdan belə yəni hələ biz gördünüz də klipdə idi. O klip çəkəndə mən eşidəndə mahnını dedim, sən dəlisən də, yəni səfa. Amma alternativ versiyası, o deep house versiyası çıxandan sonra, onun yeni bir versiya da çıxdı axı. Bəli. O məni yəni havalandırdı da yəni həqiqətən. Yəni. Çünki nə bilim, ya xoşlayıram da maşında gedəndə belə bir mahnıları dinləməyi xoşlayıram. Amma yenə də bir məqamı da qeyd eləyim, elədikləri cover elədikləri cover yəni dünyaya həqiqətən çıxacaq qədər möhtəşəm eləyiblər.
Başa düşürsüz? Yəni dinləyin, siz bir daha dinləyin, bir daha dinləyəndən sonra başa düşəcəksiniz ki, həqiqətən məsələn Maneskin necə İtaliyanı təmsil edəndə Avroviziyada Begin-i cover eləmişdisə və bu dünyaca məşhur olursa, Safayə Gelin elədikləri coverda o dərəcədə, o keyfiyyətdədir ki, yəni dünyaca həqiqətən məşhur olsun. İnşallah. Ona görə də uşaqlar hal-hazırda həqiqətən möhtəşəm dərəcədə hazırlaşırlar. Amsterdamda təzəlicə oldular pre-partidə. Onlar da yəni çox gözəl çıxış elədilər. Ona görə ancaq uğurlar və inşallah finala keçərlər. Azərbaycan adına uğurlar arzulayaq. Bəzən sosial şəbəkələrdə yazırlar, tənqid edirlər. Buna mahnıdır, buna səhnədir, buna geyimdir. Bu tənqid eləmək o qədər asandır ki, yəni bir hadisəni, bir layihəni, bir ifaçını, amma işin içinə girəndə başa düşürsən ki, böyük bir əmək və böyük bir əziyyət var. Bir şey unutmayaq ki, bu Azərbaycan adınadır. Yəni bu Mama qrupu, İlkin Dövlətov Fəhri, Aysel və Araş, nə bilim Safura, Səbinə Babayeva adı deyil. Bu Azərbaycan adıdır. Bu Azərbaycan bayrağının adınadır. Ona görə də gəlin bir-birimizin əməyinə və əziyyətinə hörmət qoyaq. Çox sağ olun dostlar. Hər birinizə çox minnətdaram. Var olasın. Sonda Camal bizim üçün yenə çox pozitiv Sanremo'da oxuduğu mahnını oxuyacaq, hə? Əlavən var mahnı ilə bağlı. Çıxışdan öncə mən demək istəyirəm ki, bu mahnının mənasını Buyur. çünki mənim kostyumda da əslində arxasında orada yazılmışdı ki, insan öz tarixinin yazıcısıdır. Bəli. Və bizdə kifayət qədər gücümüz var ki, bu dünyanı daha da mehriban, daha da gözəl eləyək. Doğrudur. With pure sky. Özel